Əşyalarıyla birlikdə satılır qardaşlar. Əşyalı ev. Baxın, stollar qalır, stullar qalır. Böyük bir mebelləri var, hamısı qalır. Televizor qalır, kondisioner qalır, pərdələr qalır, bahalı pərdələrdir. Baxın, böyük bir divanı var, divanı qalır, kreslolar qalır, lüstrası qalır. Evdə nə görürsünüz qardaşlar? Hamısı qalır. 2 mərtəbəli evdir. 10 sotun içində, 10 sot torpağın içində 2 mərtəbə gir yaşa əşyalarıyla birlikdə həyət evi satılır. Həyət evi də demək olmaz, bağ evi satılır qardaşlar. Bura evin mətbəxidir. Bax, mətbəxdə divanlar qalır, stol qalır, stul qalır. Baxın, bahalı xaladenikdir, xaladeniki qalır, televizor qalır, kondisioner var, kondisioner qalır. Baxın, bahalı mətbəx mebelidir. Paltaryanı qalır, Samsungun da ən qəşənglərindən dostlar. Hamısı qalır. Evdə nə gördünüz qardaşlar, hamısı qalır. Video sona qədər baxın dostlar, hamısını sizə bir-bir izah edəcəm. Bir-bir izah edəcəm. Bu mətbəxdir. Göstərdim sizə, hamısı qalır dostlar. Bahalı pləkan da 10.000 manat, 15.000 manata yığılıb. Betondur, qranit mərmərdir. Dostlar, gəldik bura. Burada da nələr gördünüz, hamısı qalır. Burada da bir yataq otağıdır. Listurlarına kimi, pərdələrinə kimi hamısı qalır qardaşlar. Baxın. Keçən ikinci mərtəbə ilə sizə göstərim. Dostlar, evin çölünü də göstərəcəm sizə. Videoya sona qədər baxın dostlar. Baxın, bura ikinci mərtəbənin koridorudur. Lüstrası var. Gəlirik bura. Burada bir yataq otağıdır. Baxın dostlar, bu kravatlar qalır, bu qalır, bu qalır. Bahalı pərdədir, qalır. Lüstrası var. Bu şkafı, bunu qalır, hamısı qalır dostlar. Gəlirik bura. Bura ikinci mərtəbənin hamam tualetidir, gördüyünüz kimi. Duş kabinəsi zadı, hər bir şey var. Gəldik bura. Burada da kravatlar qalır qardaşlar. Pərdələr qalır. Şifaneri var, şifaner də qalır. Nə görsəz dostlar, hamısı qalır. Nə görsəz hamısı qalır. Burada da bir yataq otağıdır, bu taq qalır, mebellər qalır. Dostlar, lüstrasına kimi hər bir şey var. Baxın, burada da şifanerdir, bu da qalır. Pərdələr bahalı pərdələrdir dostlar. Pərdələrinə, təkcə pərdələrinə 10.000 manat pul sayılıb qardaşlar. Gəldik bura. Burada da bir dənə yataq otağıdır dostlar. Bu yataq otağında da taq qalır, şifaner qalır, hamısı qalır qardaşlar. Hamısını sizə göstərim, baxın. 1 ilə 2-nin arası dediyim kimi beton monolitdir dostlar. Yer parketdir, parket. Birinci mərtəbədə, ikinci mərtəbədə. Baxın. Bura geniş bir balkonudur qardaşlar. Həyəti navesdir. Bax, navesin başlanğıcına baxın. Harada başlayır, harada qutarır. Böyük bir navesi var dostlar. Göstərim sizə. Ən super yerdədir. Qiyməti və yerini videonun sonunda deyəcəm.